Biz şəxsən necə həyat yaşamışıqsa ondan danışaq. Bu təbii bir şeydir də. Biz burada yaşayırıq. Çətin də olsa biz buna alışmışıq. Düzdür, kənardan baxanda bəlkə də asan görünür. Kiməsə asan, kiməsə çətin. Amma yox, bizim üçünsə bu normal bir şeydir. Çünki kənd həyatı sırf bizim bölgəyə aid bir bizə mənsub olan bir şeydir. Məxsus deyil də, yəni bu. Burada da bizə mənsub deyil ki, kənd həyatı sırf bizə məxsusdur. Cənub bölgəsinə və yaxud istənilən bölgəyə məxsusdur. Yox, dünyanın hər yerində kənd həyatı çətindir. Çətinliklə üzləşirsən kənd həyatı. Və alışır insan və Əlbəttə, normal həyat günü kimi olur. Necə ki, istənilən şəhərdə belə rahat, komfortlu şərait keçirən bir insan necə yaşayırsa, kənddə yaşayan da istədiyi kimi. Çünki insan, əgər Allahı sevən bir insan, mən burada yaşayıram da, nə olsun ki, hər bir insan, elə insan var ki, laf elə qonaqlar da bizə gəlib ki, torpağı bəyənmirlər ki, ay palçıqdır, elədir. İnsan, birinci insan palçıqdan yaranmır. Yəni, bir növrəsi ondan qoyulmur mu? Birinci insan kimdir? Adəm, əleyhissalam. Bir də gözəl bir söz var, insan sevdikləri üçün etdiyi əziyyət onun üçün zövq verir. Əlbəttə, təbii bu çox doğrudur. Çox doğru vurğuladınız ki, onu bəs belədir, doğrudan belədir. Çünki belədir, burada yaşayır.